Salam əziz xanımlar, xoş gördük. Bugün sizinlərlə demək olar ki, hamının bildiyi paytaxt salatını hazır edəcəm. Bizə hansı ərzaqlar lazımdır? Kök, kartof, yumurta, xiyar, şorxiyar, mayonez, qaroq və file. Sonra isə başlayıram bütün ərzaqları xırda-xırda doğramağa. İlk kökdən başlayıram. Sonra kartof, sonra yumurta, xiyar, şorxiyar doğrayıram. Bu aparat çox yaxşıdır. Həm tez, həm rahat, həm də səliqəli. Hamıya bunu önərə bilərəm ki, bu aparatdan alsın. Xiyarı doğramaq biraz çətindir. Yəni ki, mən qabığını soymadan doğradım, çətinliyini gördüm. Lakin siz qabığını soyub da doğraya bilərsiniz. Sonra isə keçirəm fileyə. Fileni mən çəngəllə didirəm. Çox rahat və asan da olur elənçinə. Sonra salatın üzərinə 2 çay qaşığı duz, 2 çay qaşığı istiot əlavə edirəm və yaxşıca qarışdırıram. Sonra keçirəm qaroqun tökməyə. Qaroqun suyunu əsasən mən süzüb tökürəm. Yəni siz özünüz də necə istəsəz elə edə bilərsiniz. Sonra isə mayonezi əlavə edirəm. Ərzaqlar bir-birinə yaxşı qarışsın deyə yaxşıca dibdən qarışdırıram. Və paytaxt salatımız artıq hazırdır. Hamıya nuş olsun, göz haqqınızı halal edin.